Əvvəla salam. Deməli belə bir hadisə baş verib. Bu Qaraçuxurda baş verib. Avra Şadlıq Sarayının yanında olub. Bu indi bax sağdan görürsünüz motosiklet çıxdı. Bu çox güman ki ya Voltun ya da Boltun işçisidir. Bu üzü günəşliyə tərəf gedəndə 4 yol keçəndən sonra görsənir burada da motosikletindən pullar tökülür yerə. İndi nəsə mən bu pulları yığmışam, pullar məndədir. Zəhmət olmasa əgər bu video həmin o moped sürənin qarşısına çıxsa, məndən əlaqə saxlasın, mən ona pullarımı verim. Bir də pulları verəndə soruşacağım nə qədər pul salıb, bir də hansı vaxt baş verib hadisə. Yəni hər kəs ağıllı çıxıb gəlməsin ki, pul mənimdir. Yəni, bu suallara düzgün cavab verən adama pul veriləcək. Amma xahiş edirəm, mümkünsə bayram günündə heç kəs bir-birinin haqqına girməsin. Mənim məqsədim odur ki, moped sürücüsünü tapıb yazıqdır bu pulu özünə qaytaraq, ziyana düşməsin.